sənin canını alım. Onu istəyirsən. Mən zaten sənin canını aldırmamışam elədiklərinə görə. Mən hər şey keçib sağ demişəm ki, çöl atmıram, get bir tikə çörəyini yiyəsi ol. Bu qabağında sən sağ olun budur ki, mən çəkdirəm kənara qoy istənə qədər söydün. Mən demirəm ki, çəkim. Mən polisə vermək istəmirəm. Nə eləyirsə eləsin, bir gün onun cəzasını çəkir. Söhbəti yox. Bizə səni cəzalandırmırıqsa, o demək deyil ki, sən gedib xanım bəy kimi gəzə bilərsən özün üçün kesinəm. Mən yenə deyirəm, polisə verə bilmərəm. Mən Teymurdan çəkinirəm. Bu heç də yox, gəlib qapının ağzında mənə elə söz dədi ya ki, mən onda gəlib o məktəbə gəlməyim. Ay yox, valla yox. O gecə ilə mən apararlar. O balaca adam bilmir. Ay bax, valla hə. And için, valla tanımır sizi. Balaca adam deyil, elə yerdə onun əlaqələri var ki, vallah bilmirsiniz. Öyle görə harada əlaqələri var? Vallah var da. İndi hər adam deməyəcək ki, mənim əlaqəm var. Yəni tanıyanlar bilir də. Gəlib tutsalar, eləsələr, Teymur bunu boş buraxacaq. Sizcə məni sağ buraxacaq. Başa düşürsünüz. Yəni Teymurun əlində sənin əlində alədə var. Nə olsa arvadını tutdururam axı. Arvadına qarşı şey vermişəm axı. Ona görə. Mən səni tutdururam. Və haqqı sənə. Hə, necə verir? Yaxşı verin. Deyərəm polisə ki, mən Lalədən şikayət edirəm. Mən yenə deyirəm, azcıq özümü qorumaq istəyirəm. Yenə deyirəm, uşağım var. Mən kasıb adam, özü kirayədə qalan adamam. Mən neyim var? Mən durub çöllərdə ora dağıtılım, bura dağıtılım. Ona görə deyirəm. Biz də demişdik ki, Svetan dəstəsinə qoşul, ağzına gələr bizim haqqımızda ya. İndi oldu da, neyiniyim indi? Sən mərkəbin qabağında kim qoruyubdur? Sən parçalayarlar əllərinə versən. Ona görə gəlib burada mənə nağıl danışma da. Mən səni ancaq bir cür qoruya bilirəm. Sənin özündən şikayət edirəm, gəlib səndən izahat alır və sənin də eləyəcəyim o qədər olur ki, mən də xahiş edərəm ki, sadəcə gəlib izahatını burada alın. Yaxşı. Sən də özünü müdafiə eləyəcəksən ki, mən paylamamışam, İrani faylı edim. Yaxşı. Oldu. Oldu.